Göstereyim. Göstereyim buradan. Sağ sol ve göster bu taraftan. Sağ sol. Burada bir neçə variant var. Hem burada siz bunu saklayabilirsiniz. Hem derhal yere yıkabilirsiniz. Hem de ileriye doğru gelip buradan götürerekten yeri yıkabilirsiniz. Ve bu. Göstereyim buradan. Deməli, sağ, sol, sağ. Ola bilər ki, dövüş elə burada da başlayacaqlar. Yəni düzgün qurtar. Bu hissədən 1-2. Burada da bite bilir. 1-2. Ama biz işimizi şansa bırakmıyoruz. Zərdən bulmakla yanaşır. Digərlərini burada keçirdik. Blokluyuruq. Aydındır ki, digər əli artıq işləyə bilməsin. Yoxlayaq. Boş tutsam, əli üstət. Başlayayım birləşməyə. Amma mən düzgün şəkildə tutanda işlət əlli. Sağ əl artıq funksiyasını itirdi. Qalır sol. Əgər yumuşaq tutmuşuqsa, sağ da işləyəcək, sol da işləyəcək. Gördüyünüz kimi vurur, hətta dizi ilə də vurur və qarşı qoymaya çalışır. Düzgün şiddətli ağrı verəndə siz Aikido üçün bunu çox gözəl bilirsiniz. Düzgün ağrı verəndə artıq düz olur və nə ayaq, nə o biri əl. Vur o sərinə, ayaq vur, istəmir. Yəni fikrin dəyişdir. Deməli, dərslik variantı olaraq neyinirsiniz? Ayağı atırsınız, bura, yavaşça aşağıya doğru yıkırsınız, qucaqladınız, burada da boğursunuz, hələ də bırakmırıq. Və ayaqlarımızı bu formada açırıq. Oturduq. Bu ayaqlar mənə kömək edir ki, mən tarazlığımı qoruyum, çəkimi rəqibin üstünə basım və o buradan çıxa bilməsin. Aydındır. Mən belə qoysam, bu cür fərqli ola bilər situasiya. Belə qoysam, arxaya doğru boşdur. Belə qoysam, önə doğru boşdur, çıxa bilər üstümə. Ona görə də burada saxlayıram buradan ki, heç yerə çıxa bilməsin, heç fikirləşməsin. Və buradan da boğmağa davam edir. Və boğarkən də başım uzaqdan belə tutub baxmıram ki, nətərsən. Nə var nə? Belə işdir. Belə yaxınlıq bizə lazımdır. Yəni fizikən yaxınlıq. Başı sıxırıq. Və tam olaraq təslim edirik. Oldu. Bir də buradan göstərək. 1, 2, 3. Ardıcıllıq olsun deyə sağ, sol, sağ girin. Yəni burada əslində sol, sağ da girə bilərəm. Və yaxud da istədiyim kimi sağ, belə də girə bilərəm və s. Sadəcə ardıcılığı unutmayasın deyə sağ, sol, sağ. Sağ, sol və sağ. Dediyim kimi burada zərbə xarakterli vursaz, bu artıq çox ciddi ilə ölümcül də zərbədir. Bunu ehtiyatlı olun. Buraya çatsa, burada da artıq özünü itirə bilər və yaxud ki, canını tapşıra bilər. Onun üçün burada ehtiyatlı davranır. Deməli, sağ, sol, sağ. Və bu sağa çıxarkən, fikir verim, mən içəri də ata bilirəm, çölə də. Atın çölə də. Çünki qarışdıracaqsın içəri yoxsa çölə, ona görə sağ, sol, hamısını ev ki, sağa tərəf atıraq. Bu yumruğa sağa attım, o biri əlim. Sağa attım, o biri gəldi burada. Oldu. Və sonra siz tutanda artıq istəyirsən, obraqsız diz başlayın. Yine ayaqlar yeni. Yaxşı, yavaş-yavaş texnikalarını işləyək, yavaş-yavaş yoxlayacaq.